Yüz minlərlə insanın həyatını xilas edən qusarlı həkim. Kəşfi ilə Azərbaycanı dünyada tanıdan, 20-yə yaxın ölkədə kəşfi tətbiq olunan kimdir? Yerin Qulağı kanalı bu dəfə Azərbaycanı dünyada tanıdan daha bir məşhur haqda məlumatı təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanı dünyada tanıdan məşhurlarla bağlı layihəmiz davam edir. Bu dəfə tibb dünyasında etdiyi kəşflə ölkəmizi tanıdan həkimlə bağlı danışacağıq. Həmin qusarlı həkim kimdir? Tibbin tarixi insan həyatını xilas edən möhtəşəm kəşflərlə doludur. Bu kəşflərdən biri də ortopediya sahəsində inqilab edən İlizarov aparatıdır. Bu möcüzəvi tibbi cihaz minlərlə insanın həyatını xilas edib, əlillikdən qurtarıb və onlara yeni həyat bəxş edib. Onun yaradıcısı Qavril Abramoviç İlizarov, sadə həkimdən dünya şöhrətli alimə çevrilən, adı əbədi olaraq tibbin tarixinə qalmış şəxsdir. Kim idi Qavril İlizarov? Yəhudi millətindən olan Qavril İlizarov 15 iyun 1921-ci ildə Qusar şəhərində doğulub. Orta məktəbi də Qusar şəhərində bitirib. O, gənc yaşlarından elmə və təbabətə böyük maraq göstərirdi. İkinci Dünya müharibəsi illərində həkim kimi fəaliyyətə başlayaraq çox sayda yaralı əsgərin həyatını xilas etmişdi. Müharibədən sonra isə ortopediya və travmatologiya sahəsində çalışaraq sınıqların daha tez və düzgün sağalması yollarını araşdırmağa başladı. İlizarov aparatının yaranma hekayəsi 1950-ci illərdə İlizarov çox sadə, amma eyni zamanda möcüzəvi təsir göstərən bir ideya irəli sürdü. Sınıq və ya əyri sümükləri xaricdən xüsusi halqa və metal çubuqlar vasitəsilə sabitləmək. Beləliklə, 1951-ci ildə İlizarov aparatı ixtira edildi. Bu aparatın mahiyyəti ondan ibarət idi ki, sümüyün sınıq hissələri xaricdən dəmir halqalarla birləşdirilir və tənzimlənə bilən çubuqlar vasitəsilə sümüyün böyüməsinə və düzgün istiqamətdə sağalmasına şərait yaradır. Bu, həm sınıqların sağalmasında, həm də ayaqların uzadılmasında inqilabi üsula çevrildi. Dünyada şöhrət qazanan kəşf. Uzun müddət bu aparat yalnız Sovet İttifaqında istifadə olunurdu. Lakin onun möcüzəvi nəticələri bütün dünyaya səs saldı. 1960-70-ci illərdə artıq Avropa, Amerika və Asiya ölkələrindən həkimlər Qavril İlizarovun klinikasına gələrək bu üsulu öyrənirdilər. Bu cihazla çox mürəkkəb sınıqlar sağaldıldı. Əlil arabasında məhkum olan insanlar ayağa qalxdı. Ayaq uzunluqları bərabərləşdirildi. Hətta bəzi anadan gəlmə ortopedik qüsurlar aradan qaldırıldı. İlizarovun mirası. Qavril İlizarovun adı bu gün də ortopediya və travmatologiya sahəsində dahi kimi xatırlanır. Onun kəşfi milyonlarla insana sağlamlıq bəxş edib. Hal-hazırda İlizarov üsulu dünyanın onlarla ölkəsində tətbiq olunur. O, ömrünün sonuna qədər elmi işini davam etdirmiş, həkimlərin yeni nəsli üçün böyük məktəb yaratmışdır. 1979-cu ildə Lenin mükafatı laureatı olub. 1981-ci ildə Sosialist əməyi qəhrəmanı adına layiq görülüb. Rusiya Elmlər Akademiyasının üzvü olub. 1990-cı illərdə Amerikaya səyahət edib. 71 yaşında, yəni 1992-ci ilin 24 iyulunda ürək tutmasından vəfat edib. Onun ixtira etdiyi möcüzəvi tibbi cihaz minlərlə insanı həyata qaytarıb. Uzun müddət bu aparat yalnız Sovet İttifaqında istifadə olunurdu. Lakin onun möcüzəvi nəticələri bütün dünyaya səs saldı. 60-70-ci illərdə artıq bir çox ölkələrdə qusarlı həkimin ixtirasından istifadə etməyə başlayırlar. İlizarovun qəbulunda olan bir nəfər belə yazır. Bud sümüyüm qəlpəli sınmışdı. Bakıda 2 dəfə, Moskvada 1 dəfə əməliyyat etdilər. Düzəlmirdi. O vaxt mən Kurqanda getdim. İlizarov rentgenə baxdı, məsləhətini verdi. 6 ilə sağalmayan sümük 3 aya sağaldı. O vaxtlar tibb işçiləri İlizarovu Azərbaycanlı kimi təqdim edirdilər. Qəbulunda olan digər bir xəstə isə fikirlərini belə bölüşüb. İlizarov Azərbaycanda həkim kimi fəaliyyətə başlayıb, lakin təzyiqlərə məruz qalıb. O vaxt o qədər də tanınmayan Kurqan şəhərinə gedib və məhz onun sayəsində Kurqan bütün dünyada tanınıb. Bu məlumatları 40 il bundan əvvəl İlizarovun qəbulunda olub, öz dilindən eşitdiyim üçün yazdım. İlizarov aparatını sınaqdan keçirdiyi ilk xəstəsi qadın olub. Həmin qadını sonra xəstəxanada işə götürüb.
Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.